Qoç. Kölgədə qalmağa çalışmaq qətiyyən lazım deyil. Bugün elə bil sizin diqqəti cəlb etməyiniz, nəyə qadir olduğunuzu göstərməyiniz üçün xüsusi olaraq yaradılıb. Gənc qoçlar əvvəllər onlara yuxarıdan aşağı baxan böyüklərin hörmətini qazanmaq şansı əldə edəcək. Yaşlı nümayəndələr isə hamını inandıracaq ki, onlar zamanla ayaqlaşır, yeni proqramları və mürəkkəb cihazları tez öyrənə bilirlər. Yaxınlarla ünsiyyətdə çox tələbkar olmamağa çalışın. Bugün onlardan anlayış və qeyd-şərtsiz dəstək gözləməyə meyillisiniz, amma bunu əldə etmək çətin olacaq. Çoxsaylı suallara cavab verməyə, sadə görünən şeyləri dəfələrlə izah etməyə hazır olun. Bugün həm öz problemlərinizi, həm də başqalarının məsələlərini həll etməli olacaqsınız. Asan olmayacaq, tez uyğunlaşmalı, bir neçə işlə eyni anda məşğul olmalısınız. Bəzi qoçlar yaxınlarına təcili yardım göstərməli olacaq. Sakitliyi qorumaq çətinləşə bilər, kiçik bir məsələ belə əsəb partlayışına səbəb ola bilər. Amma emosiyalarınızı cilovlasanız, hər şeyin öhdəsindən uğurla gələcəksiniz. Günün ortasında intuisiyanız güclənəcək və bu sizə doğru qərarlar qəbul etməkdə kömək edəcək. Yeni tanışlıqlar mümkündür. Bəzi qoçlar nüfuzlu himayədar qazana bilər, bu isə karyeralarına güclü təkan verəcək. Ulduzlar sizə uğur vəd edir, lakin bu, taleyə tamamilə güvənib heç bir şey etməmək demək deyil. Əksinə, qətiyyətlə hərəkət etmək daha yaxşıdır. Əgər vaxtınızı boş yerə itirməsəniz, uzun müddət həll edə bilmədiyiniz məsələlərə nöqtə qoya və gələcək uğurlar üçün təməl qura bilərsiniz. Bir çox qoçlar planlaşdırılmış bütün işlərin öhdəsindən gələcək, hətta yaşlı qohumlara kömək etməyə də vaxt tapacaq. İctimai yerlərə çıxmaqdan və qonaqlıq dəvətlərindən imtina etməyin. Çox güman ki, uzun müddətdir tanıdığınız bir insanla romantik hekayə başlaya bilər. Bu məsələdə sizin artan cazibədarlığınız mühüm rol oynayacaq. Yeni başlanğıclar və nailiyyətlər üçün uğurlu gündür. Ambisiyanız artacaq və onu düzgün istiqamətə yönəltmək vacib olacaq. Uzun müddətdir təxirə saldığınız işlərlə məşğul olsanız, gözlənilmədən yüksək nəticələr əldə edəcəksiniz. Bəzi qoçlara köhnə borclar geri qaytarılacaq, bu da tam vaxtında olacaq. İndi gələcəklə bağlı planlar qurmaq və onları etibarlı müttəfiqlərlə müzakirə etmək üçün münasib zamandır. Siz uğurlu gələcək üçün möhkəm təməl ata və nüfuzlu insanların dəstəyini qazana bilərsiniz. Amma unutmayın, artıq öhdəliklər götürmək və tələsik vədlər vermək yersiz olar. Özünəynam əla keyfiyyətdir, amma bugün bu xüsusiyyətiniz sizə mane ola bilər, çünki məntiqli hədləri aşa bilər. Ona görə inadkarlıq göstərmək və hər şeyi hamıdan yaxşı bildiyinizi düşünmək lazım deyil. Hər vəziyyətdə sözünüzü keçirməyə çalışmayın, bu sizi haqlı çıxarmayacaq, amma ətrafınızdakilarla münasibətləri poza bilər. Əksər qoçlar bugün səbirli və düşüncəli olmalıdırlar ki, səhvlərə yol verməsin və maliyyə itkiləri ilə qarşılaşmasınlar. Axşam, uzun müddətdir görmədiyiniz qohumlarla ünsiyyət üçün münasib vaxt olacaq. Söhbət edəcək, paylaşacaq çox mövzu tapılacaq. Buğa. Xoşagəlməz söhbətlərdən yayınmaq üçün çox səy göstərmək lazımdır. Siz mürəkkəb məsələlərin müzakirəsini təxirə salmağa, yaxınları incidə biləcək sözlərdən çəkinməyə və anlaşılmazlıqlara zarafatla yanaşmağa hazırsınız. Amma ətrafınızdakılar eyni cür davranmaya bilər. Əksinə, onlar sizi qəsdən tarazlıqdan çıxarmağa cəhd edə bilər. Sizi həqiqətən maraqlandıran işlərə üstünlük verin, darıxdırıcı, yorucu və bezdirici işləri isə təxirə salın və ya başqasına həvalə edin. Köməkçilər tapılacaq, amma onların həmişə qarşılıqsız kömək etməyə hazır olmadıqlarını unutmayın, ona görə də təşəkkür etmək və ya qarşılıqlı xidmət təklif etmək yollarını əvvəlcədən düşünün. Ətrafınızdakiların dəstəyi sizə faydalı olacaq və siz ona arxalana bilərsiniz. Bir çox buğalar özlərini ən yaxşı tərəfdən göstərəcək, nüfuzlarını artıracaq və rəhbərlikdən layiqli təqdir alacaqlar. Qətiyyətli, enerjili və özünə inamlı olacaqsınız, bu da günün çağırışlarına asanlıqla sinə gəlməyə imkan verəcək. Emosiyaları tarazlaşdırmaq və güc toplamaq üçün sevdiyiniz insan və ya yaxın dostlarla söhbət etmək yaxşıdır. Ciddi mövzulardan danışmaq əvəzinə sadəcə xoş bir söhbət edin və ya maraqlı bir işlə birlikdə məşğul olun. Bəzi planları ləğv etmək və ya təxirə salmaq lazım gələcək. Şərtlər sizi yolda dəyişikliklər etməyə məcbur edəcək və bu, həmişə asan olmayacaq. Bir çox buğalar əhval-ruhiyyə dəyişikliyinə meyilli olacaqlar. Yaxınlarınızı incitməmək üçün onlara qarşı sərt davranmamaq vacibdir.
Əgər impulsivliyinizi cilovlasanız və gözünüzə dəyən hər şeyi almamazsanız, maddi çətinliklərdən qaça bilərsiniz. Mürəkkəb məsələləri müzakirə etmək və mühüm qərarlar qəbul etmək üçün ən uyğun vaxt deyil. Tezliklə nəzərə alınmalı olan yeni şərtlər aşkarlanacaq. O zaman necə hərəkət etməyin və nələr edə biləcəyiniz daha yaxşı başa düşüləcək. Səhər saatlarında pozitiv qalmaq və yaxınlarınıza xırda məsələlərə görə ilişməmək çətin olacaq. Ən yaxşısı ev işləri ilə məşğul olun, lazımsız əşyalardan xilas olun və yaşayış yerinizi daha rahat etmək barədə düşünün. Bəlkə də təcili bir şeyi təmir etməli olacaqsınız, amma bu sizə problem yaratmayacaq. Əgər həyatınızda nəsə dəyişmək istəyirdinizsə, bugün ilk addımları atmaq üçün münasib zamandır. Bəlkə də iş yerinizi dəyişmək və ya ətrafınızdakı insanlarla münasibətləri yenidən dəyərləndirmək qərarına gələcəksiniz. Uzun müddət davam edən bəzi münasibətlərə son qoymaq lazım gələcək, amma bu sizin xeyrinizə olacaq. Səhər bir qədər tutqun və əsəbi olacaqsınız. Pis əhvalınızı ətrafdakılara yansıtmayın. Günü adət etdiyiniz və asanlıqla öhdəsindən gəldiyiniz işlərlə başlamaq daha yaxşıdır. Bu həm əhvalınızı düzəldəcək, həm də uzun müddətdir təxirə saldığınız xırda problemləri həll etməyə kömək edəcək. Bir çox buğalar tənqidə qarşı həssas olacaqlar və hər bir iradı şəxsən qəbul edəcəklər, bu isə həmişə düzgün deyil. Uğura aparan yol əməkdaşlıqdır, rəqabət deyil. Ona görə də cazibədarlığınızı işə salın, bu sizdə çox yaxşı alınır, sadəcə biraz səy göstərmək kifayətdir. Əkizlər. Bu bazar gününü ən yaxşı şəkildə hər hansı işi təxirə salıb ən yaxın insanlarla daha çox vaxt keçirməyə çalışanlar keçirəcək. Bugün sizin üçün sevən insanların dəstəyi xüsusilə vacibdir. Onlarla hisslərinizi, planlarınızı, son vaxtlar aradan qaldırdığınız çətinlikləri və qazandığınız qələbələri bölüşməkdən çəkinməyin. Belə söhbətlər narahatlıqları unutmağa, müsbət əhval-ruhiyyəyə köklənməyə və yaxşı istirahət etməyə kömək edəcək. Pulla diqqətli olun, xüsusən kimsənin üzərində təəssürat yaratmaq istəyirsinizsə. Çox səxavətli hədiyyə və ya ekstravagant diqqət əlaməti insanı sevindirməkdən çox ehtiyatlı vəziyyətə sala bilər. İlham səhərdən sizə yoldaşlıq edəcək. İndiyə qədər heç kim cəsarət etmədiyi işlərə başlamaq vaxtıdır. Ən mürəkkəb və qeyri-müəyyən situasiyalarda belə gözlənilməz həll yolları tapacaqsınız. İddialı layihələrə başlamaq üçün əlverişli zamandır. Hər şey düşündüyünüzdən asan alınacaq. Hətta hansısa işlər planlaşdırdığınız kimi getməsə belə, vəziyyəti öz xeyrinizə dəyişməyi bacaracaqsınız. Bir çox əkizlər gəlir əldə edəcək və ya yeni qazanc mənbəyi tapacaqlar. Əsas odur ki, vaxtı boşa xərcləməyin. Sizin qarşıda çoxlu işlər var və onların hamısı xoş olmaya bilər. Ancaq heç nə öz-özünə həll olunmayacaq, ona görə də qollarınızı çırmalayıb planlarınızı həyata keçirməyə başlayın. Bu prosesdə hər şeyin əvvəlcə göründüyü qədər darıxdırıcı və çətin olmadığını kəşf edəcəksiniz. Bir çox əkizlərə qohumlar və dostlar kömək edəcək, ancaq bunun üçün onlardan bunu xahiş etmək lazım olacaq. Qeybətlərdən qaçmağa çalışın və özünüzdə yoxlanılmamış məlumatları yaymayın. Əks təqdirdə nüfuzunuza ciddi zərər vura bilərsiniz. Gələcək planlarınızı hətta etibarlı insanlarla belə müzakirə etməyin. Bugün başqalarının fikirləri yersiz ola bilər və sizi çaşdıra bilər. Bugün hərəkət vaxtıdır. Narahatlıq və tərəddüdlərə vaxt itirməyin, hər şey yolunda gedəcək. Əsas olan səbirli olmaq və səy göstərməkdir. Bəzən nəticələr üçün bir qədər gözləmək lazım olacaq, amma bu sizi ruhdan salmayacaq. Bir çox əkizlər özlərində indiyə qədər fərq etmədikləri gizli bacarıqları kəşf edəcəklər. Bu da bugünkü məsələlərin həllində çox faydalı olacaq. Yeni sahədə özünüzü sınamaq və ya nə isə öyrənmək üçün əla gündür. Hər şeyi tək başına etməyə çalışmayın. Təcrübəli dostlarınız sizə faydalı məsləhətlər və ideyalar təqdim etməyə hazır olacaqlar. Qazanacağınız biliklər uzun müddət yadda qalacaq və yaxın gələcəkdə sizə kömək edəcək. Əvvəl düşünün, sonra hərəkət edin. Yalnız bu qayda ilə uğur qazanacaq və xoşagəlməzliklərdən yayınacaqsınız. Bir çox əkizlər bugün həddən artıq emosional və düşünmədən davranmağa meyilli olacaqlar. Özünüzü nəzarətdə saxlayın və ilk impulsun təsiri ilə hərəkət etməyin. Sağlam düşüncə və soyuqqanlılıq sizin ən yaxın dostlarınız olacaq. Rəqabətə meyliniz artacaq, bu isə hər kəsin xoşuna gəlməyəcək.
Amma əgər şəxsi ambisiyalar deyil, işin xeyrini ön planda tutsanız, planlarınızın hamısı uğurla həyata keçəcək. Xərçəng. Ciddi bir şey haqqında danışmağın vaxtıdır. İntuisiyanız bunu sizə çoxdan xəbər verirdi, indi isə yüksək səslə qışqırır, çünki vacib məsələləri müzakirə etmək üçün ən uyğun vaxt gəlib çatıb. Bunun iş, ailə həyatı, gələcək planlar və ya başqa bir şeylə bağlı olması fərq etməz. Hər halda sizi eşidəcək, anlayacaq və hətta dəstəkləməyə çalışacaqlar. Gənc nümayəndələri xoş tanışlıqlar gözləyir. Çox güman ki, sizin hobbinizi bölüşən insanlarla görüşəcəksiniz, ona görə də çox vaxt ayırdığınız hobbiyə bağlı tədbirlərə getmək təklifindən imtina etməyin. Bugün uğurlarınızda cazibədarlığınız mühüm rol oynayacaq. İnsanlarla münasibət qurmaqda çətinlik çəkməyəcəksiniz. Hətta əvvəldən sizə qarşı qərəzli olanlar belə sizin cazibənizə tab gətirə bilməyəcək. Bu fürsətdən məqsədlərinizə çatmaq üçün yararlana bilərsiniz. Populyarlığınız artacaq, faydalı tanışlıqlar baş verəcək. Bəzi xərçənglər işgüzar əlaqələr quracaqlar. Yaradıcılıq və optimizm sizə bir çox məsələləri həll etməyə yardım edəcək. Ancaq davranışda həddən artıq diqqət çəkmək istəyi imicinizə mənfi təsir göstərə bilər, ehtiyatlı olun. Siz qətiyyətli olacaqsınız, buna görə də heç bir gözlənilməz hadisə sizi çaşdırmayacaq. Enerji artımı sayəsində həm planlaşdırdığınız, həm də uzun müddət təxirə saldığınız işlərin öhdəsindən gələcəksiniz. Köhnə bir hobbi ilə məşğul olmaq imkanı tapacaqsınız və bu sizə çoxlu zövq verəcək. Günün ikinci yarısında bir çox xərçənglər gözləmədikləri problemlərlə üzləşəcəklər. Bu problemləri tək başına həll etməyə çalışmayın, etibarlı müttəfiqlər köməyə gələcək və yükün bir hissəsini öz üzərinə götürəcək. Bugün əhvalınız yüksək olacaq və hər şeyə nikbin baxacaqsınız. Kiçik çətinliklər sizi öz yolunuzdan döndərə bilməyəcək. Vacib işlərin öhdəsindən rahatlıqla gələcək, həm yaşlı, həm də kiçik qohumları zaman ayıracaq və yardıma ehtiyacı olanlara kömək edəcəksiniz. Bir çox xərçənglər maraqlı insanlarla tanış olacaq. Bu münasibətlər gələcəkdə səmimi dostluğa çevrilə bilər. Axşama doğru maliyyə məsələlərində daha diqqətli olun. Pul borc verməkdən çəkinin, qaytarılması düşündüyünüzdən uzun çəkə bilər. Çətin məsələlərin öhdəsindən gəlməli olacaqsınız, amma bu sizi ruhdan salmayacaq, əksinə ilham verəcək. Bir çox xərçənglərdə gizli istedadlar üzə çıxacaq və bu qeyri-adi həll yolları tapmağa və özünüzü ən yaxşı tərəfdən göstərməyə imkan verəcək. Əgər uzun müddətdir yeni bir işə başlamağı düşünürsünüzsə, artıq hərəkətə keçməyin vaxtıdır. Amma səhv və yanlış addımlar ehtimalı yüksəkdir, buna görə də təcrübəli insanların məsləhətlərini qulaq ardına vurmayın. Etibar etdiyiniz həmkarlarınızdan kömək istəməkdən də çəkinməyin. Şir. Pulsuz olan hər şeylə məşğul ola bilərsiniz. Amma pul xərcləməzdən əvvəl 2 dəfə düşünün. Bu, xüsusən kimsə tərəfindən sizə israrla unikal və sərfəli təkliflər verildikdə şirlərə aiddir. Maksimum məlumat almadan razılaşmayın, hətta daha yaxşısı, uzun müddətdir etibar etdiyiniz biri ilə məsləhətləşin. Bu, bazar günü ilk görüş və ya hələ bəyənmək istədiyiniz biri ilə ünsiyyət üçün çox uyğundur. Düzgün davranış xəttini seçmək, lazımi sözləri tapmaq və başını fırlatmaq asan olacaq. Ancaq özünüzün bir qədər məyus ola biləcəyiniz riski də var, gözlədiyiniz kimi hər şey istədiyiniz kimi getməyəcək. Tənqidə qarşı həssaslıq artacaq, adi şərhlər belə sizi incidə bilər. Hətta adətən yaxşı anlaşılan insanlarla belə bugün ortaq dil tapmaq çətin ola bilər. Bu səbəbdən də ünsiyyəti minimuma endirib, yalnız özünüz bacaracağınız işlərə yönəlsəniz daha yaxşı olacaq. Diqqətsizlik və yayınma doğru qərar qəbul etməyə mane ola bilər. Detal tələb edən məsələləri kiməsə həvalə etməyə və ya heç olmasa nəticəni yoxlatmağa çalışın. Hər şeyi çox ürəyinizə yaxın qəbul etməyin. Səhər əhvalınız ideal olacaq və ətrafınızdakılara qarşı sərt davranmamağa çalışmanız vacibdir. Hər şey ilk cəhddə alınmaya bilər. Bəzi işləri sonraya təxirə salmaq və ya yaxınlarınızdan kömək istəmək daha məqsədə uyğun ola bilər. Xüsusilə də təcili problemlər olmayacaq, buna görə də rahatlıqla diqqətinizi yayındırıb istirahət edə bilərsiniz. Alış-verişə gedərkən impulsivliyə qapılmayın. Düşünülməmiş xərclərə meyl yaxın gələcəkdə maddi çətinliklərə səbəb ola bilər.
Tez pul qazanma yolları axtarmayın, bu sadəcə gücünüzü və vaxtınızı boşa xərcləməyə gətirib çıxaracaq. Bugün planlarınızı yerindəcə dəyişməli olacaqsınız. Xüsusilə günün birinci yarısında emosiyalarınıza nəzarət etmək çətin olacaq. Ətrafınızdakılar da buna kömək etməyəcək, sizə elə gələcək ki, yaxınlarınız səbrinizi sınayır. Maliyyə məsələlərində xüsusilə ehtiyatlı olun. Asan qazanc vəd edən insanlara aldanmayın. Riskli təşəbbüslərdən uzaq durun. Əgər intuisiyanıza qulaq asarsınızsa, səhvlərdən də yan keçə bilərsiniz. Çevik düşünmək bacarığınız bugün sizə çox lazım olacaq. Eyni vaxtda həm ailə məsələlərini, həm də iş tapşırıqlarını həll etməli olacaqsınız. Bu asan olmayacaq, amma xırda şeylərə görə əsəbləşməsəniz və diqqətinizi yayındırmasanız, hər şeyin öhdəsindən gələcəksiniz. Günün ortasında bir çox uğurlu imkanlar yaranacaq və onlardan vaxtında istifadə etmək vacibdir. Bir çox şirlər faydalı tanışlıqlar edəcəklər. Uzun müddətdir sizi narahat edən məsələləri müzakirə etmək üçün əla vaxtdır. Yardım elə insanlardan gələcək ki, onlardan heç gözləmirdiniz. Qız. Ətrafınızdakılara yanaşma tapmaq lazımdır və bu asan məsələ deyil. Adətən başqalarının nə düşündüyünü yaxşı başa düşürsünüz, amma bugün hətta yaxınlarınızın hərəkətlərinin səbəbləri və motivləri sizə anlaşılmaz ola bilər. Sual verməkdən çəkinməyin, cavabları sakitcə dinləməyə çalışın, hətta xoşunuza gəlməsə belə bu fikir ayrılıqlarından, iddialardan və qarşılıqlı incikliklərdən qaçmağa imkan verəcək. Sevdiyiniz insan xoş istisna olacaq, onu yarım sözdən anlayacaqsınız. Buna görə də bugün romantik görüş, kiçik səyahət və ya ikiniz üçün istirahət üçün çox uyğundur. Günün əvvəlindən çox şey gözləməyin ki, məyus olmayasınız. Ətrafda gərgin atmosfer ola bilər, həmkarlarla fikir ayrılıqları mümkündür. Əməkdaşlıq o qədər də məhsuldar olmayacaq, ona görə də ən yaxşısı öz gücünüzə arxalanmaqdır. Ailə üzvləri işlərinizə qarışmaq istəyə bilər. Əsəbləşməyin, onların enerjisini düzgün istiqamətə yönəltməyə çalışın. Bəlkə də bəzi yorucu ev işlərini onlara həvalə edib özünüz daha maraqlı işlərlə məşğul ola bilərsiniz. Xırda şeylərə həddindən artıq əhəmiyyət verməyin. Bu, bir çox xoşagəlməz vəziyyətlərdən və yaxınlarla münaqişələrdən qaçmağa kömək edəcək. Günün ilk yarısı böyük işlər və ciddi söhbətlər üçün çox uyğun deyil, lakin bu zaman nizam-intizam yarada, lazımsız şeylərdən xilas ola və ətrafda rahat bir mühit formalaşdıra bilərsiniz. Günün ortasında xoş dəyişikliklər dövrü başlayacaq. Bir çox qızları şəxsi həyatlarında xoş dəyişikliklər gözləyir. Münasibətləri bərpa etmək istəyənlər üçün belə bir imkan yaranacaq. Axşam sevdiyiniz insan və ya yaxın dostunuzla gələcək planlarınızı müzakirə etmək üçün əla vaxt olacaq. Vacib işləri təxirə salmayın. Günün əvvəlində enerjiniz yüksək olacaq, pozitiv əhval-ruhiyyə isə hər cür gözlənilməzliyə qarşı dayanıqlı olmağa kömək edəcək. Sizin ətrafınızdakılar isə yorucu və darıxdırıcı işləri məmnuniyyətlə öz üzərinə götürəcəklər. Çox qızlar öz cazibəsi və həvəsi ilə başqalarını da ruhlandıra biləcək. Yeni tanışlıqlar və əvvəlki əlaqələri bərpa etmək üçün ideal gündür. Bu münasibətlər işdə və biznesdə faydalı ola bilər. Ehtimal ki, bugün yeni romantik münasibətlə başlaya bilər, xüsusilə uzun müddət dost olduğunuz və ya bir yerdə işlədiyiniz biri ilə. Hər şey hamar keçməyəcək. Əsas maneə isə şəxsi həyatla bağlı daxili ziddiyyətlər və əsassız narahatlıqlar olacaq. Bu səbəbdən günə vacib və məsuliyyətli işlərlə başlamamaq daha yaxşıdır. Etibar etdiyiniz biri ilə danışmaq faydalı olar, sizə kömək və dəstək göstəriləcək, yetər ki, bunu istəyin. Bir çox qızların yaradıcılıq potensialı tam şəkildə üzə çıxacaq. Çətin vəziyyətlərdən çıxış yolu tapmaq və qeyri-standart iş həlləri təklif etmək bacarığınız artacaq. Günün ortasında yeni işgüzar əlaqələr qurmaq şansı yaranacaq. Xüsusilə xarici tərəfdaşlarla əməkdaşlıq uğurlu olacaq. Tərəzi. Təcrübə etmək istəyirsiniz? Doğru qərar verirsiniz. Bugün adi işləri yeni üsulla görməyə çalışmaq üçün ən uyğundur. Yaradıcı yanaşma sayəsində siz adətən olduğunuzdan daha effektiv işləyəcək, çox vaxt və enerjiyə qənaət edəcəksiniz. Yeganə ehtiyatlı olmaq lazım olan sahə pulla bağlıdır.
Maliyyə məsələlərində ağıllı olun, gələn təklifləri sakitcə dəyərləndirin və vacib sənədləri imzalamağa tələsməyin. Əgər uzun müddətdir böyük bir işə başlamaq istəsəniz, indi vaxtıdır. Uğur sizinlə olacaq. Sadəcə səbirli olun, detallara diqqət yetirin və tələsməyin. Bir çox tərəzilər fəal, lakin impulsiv olacaq. Əgər bu enerjini düzgün yönləndirsəniz, nəticələr sizi sevindirəcək. Yeni biliklər qazanmaq, qəliz məsələləri araşdırmaq, imtahanlara hazırlaşmaq üçün əlverişli gündür. Eyni zamanda sizə faydalı olacaq mühüm informasiyalar paylaşılacaq. Rəqibləriniz üzərində üstünlük qazanmaq şansınız yüksəkdir. Sizin aktivliyinizə həsəd aparmaq olar. Əvvəllər başlaya bilmədiyiniz bütün işləri yerinə yetirmək mümkün olacaq. Eyni zamanda bir çox tərəzilər şəxsi həyatlarında baş verənlərə görə narahat olacaqlar, baxmayaraq ki, buna əsas həmişə olmayacaq. Rəqabət ruhunuz artacaq, lakin bu həmişə faydalı olmayacaq. Hər mübahisədə qalib gəlməyə çalışmaq ətrafınızdakiları qəzəbləndirəcək və nüfuzunuza mənfi təsir edəcək. Əgər enerjinizi cari problemləri həll etməyə yönəltsəniz, olduqca təsirli nəticələr əldə edəcəksiniz. Gün hamar keçməyəcək. Amma bir çox tərəzilər özlərində güc tapacaq və çox işin öhdəsindən gələcəklər. İndiyə qədər başlamağa cəsarət etmədiyiniz işlərə bugün başlaya bilərsiniz. Yaşlı qohumların məsləhətləri gözlənilmədən faydalı və yerində olacaq. Ola bilər ki, yaxınlarınızın problemlərini həll etmək üçün öz işlərinizi qısa müddətlik təxirə salmalı olasınız. Bu sizi çox yormayacaq, əvəzində münasibətlərdə müsbət dəyişikliklər baş verəcək. Yeni başlanğıclar üçün əla gündür. Özünüzü ən yaxşı tərəfdən göstərə biləcək, liderlik bacarıqlarınızı nümayiş etdirəcək və karyerada irəliləyəcəksiniz. Əmək və səyləriniz layiqincə qiymətləndiriləcək. Bəzi tərəzilər işlə bağlı maraqlı təkliflər və ya mükafat alacaqlar. Günün ikinci yarısında enerji axını hiss edəcəksiniz və bu sayədə başqalarının çox vaxt sərf etdiyi işi siz asanlıqla və tez bitirəcəksiniz. Lakin ailə məsələləri və şəxsi həyatla bağlı narahatlıqlar diqqətinizi yayındıra bilər. Bu səbəbdən tələsməyin və emosiyaların təsiri ilə qərar verməyin. Əqrəb. Nə haqqında danışılırsa danışılsın, ətrafınızdakilarla razılaşmaq adətən olduğundan daha çətin olacaq. Hətta adətən asanlıqla razılaşan insanlar bugün qeyri-adi dərəcədə inadkar ola bilər, bəziləri isə ən ağlabatan arqumentləri belə görməzdən gələcək. Sizin vəzifəniz sakitliyi qorumaq, söhbətləri konstruktiv aparmaq və heç kimi incitməməkdir. Əgər xüsusilə həssas birinin hisslərini incitsəniz, münasibətləri bərpa etmək uzun çəkəcək. Ancaq tək başına hərəkət etsəniz, çox şey əldə edə bilərsiniz. Adi problemləri həll etmə üsulları həmişə effektiv olmur, amma bu problem deyil, siz asanlıqla yeni bir şey icad edəcəksiniz. Günün ikinci yarısı xüsusilə parlaq ideyalar baxımından səxavətli olacaq. Başınıza gələn hər şeyi yazmağa tənbəllik etməyin. Fürsəti əldən verməyin. Nüfuzlu insanlarla əlaqə qurmaq və dəstək qazanmaq üçün əla gündür. Bunda artan cazibəniz mühüm rol oynayacaq. Siz çox zəkalı olacaqsınız və istənilən insana yanaşma tapmağı bacaracaqsınız. Enerjinizi böyük layihələrə yönəldin, nəticə mütləq olacaq. Axşam üçün vacib işləri saxlamaq tövsiyə olunmur. Kiçik çətinliklər və maneələr ola bilər. İntuisiyanız sizə nə vaxt israr etməyin, nə vaxtsa isə gözləməyin lazım olduğunu söyləyəcək. Siz müxtəlif insanlarla çoxlu söhbətlər etməli olacaqsınız. Narahat olmayın, artan dərrakəniz sayəsində hər kəsə asanlıqla yanaşma tapacaqsınız. Bəzi əqrəblər rəqiblər üzərində üstünlük qazanmağa kömək edəcək vacib məlumatlar öyrənəcək. Evdə kiçik təmir işləri ilə məşğul olmaq lazım gələ bilər, lakin bu çətin və ya yorucu olmayacaq. Bundan əlavə, köhnə dostlar və ailə üzvləri köməyə gələcək. Eyni zamanda, lazımdan artıq xərcləməməyə diqqət edin. Pul saymaq vərdişi bu dövrdə xüsusilə faydalı olacaq. Özünüzlə üzləşmək üçün münasib zamandır. Əgər uzun müddətdir sizi narahat edən daxili çəkişmələr varsa, bugün onların səbəblərini analiz edib nəticə çıxarmaq üçün əlverişli olacaq. Əksər əqrəblər bunun üçün sakitlik və təklik tapa biləcək. Təxirə salınmış yaradıcı istedadlarınız üzə çıxacaq. Köhnə hobbiyə qayıtmaq və ya yeni bir məşğuliyyət sınamaq üçün gözəl fürsətdir. Bəlkə bu məşğuliyyət sizi tam əhatə etməyəcək, amma siz prosesdən zövq alacaqsınız.
Səbirli olun, bu sizə çox lazım olacaq. Hər zaman vəziyyəti düzgün qiymətləndirmək və düzgün qərar vermək mümkün olmayacaq. Odur ki, tələsməyin və ətrafınızdakılara sizi tələsdirməyə imkan verməyin. Əvvəldən səhv etməmək, sonra onları düzəltməyə çalışmaqdan qat-qat vacibdir. Bəzi əqrəblər üçün aqressiv və ya tənqidi davranan insanlarla ünsiyyət çətin olacaq. Amma nəzakət və incəlik ciddi qarşıdurmaların qarşısını almağa kömək edəcək. Günün ikinci yarısında müsbət meyllər üstünlük təşkil edəcək. Ümidsiz görünən işlər belə hərəkətə keçəcək və irəliləyiş olacaq. Ox atan. Səhər saatlarında vacib işlərə başlamamaq daha yaxşıdır. Səhər düşüncələrinizi toplamaq xüsusilə çətin olacaq, bu da səhvlərə yol aça bilər. Bu, xüsusən səyahətə çıxan ox atanlara aiddir. Bir şeyi unutmaq, yaxşı tanıdığınız marşrutda belə yanlış yola sapmaq və ya gülünc şəkildə vağzala gecikmək çox asandır. Yaxşı olar ki, hər şeyi nəzarətdə saxlayan, xatırladan və təşkilati məsələləri həll edən bir yol yoldaşınız olsun. Əgər dağları yerindən oynada bilməsəniz də buna çox yaxınlaşacaqsınız. Gücünüz və enerjiniz çox olacaq, ağıllı və ehtiyatlı davranaraq uğur qazanacaqsınız. Əməkdaşlar və rəhbərlik sizin zəhmətinizi mütləq qiymətləndirəcək. Ambisiyanız və təşəbbüskarlığınız böyük nəticələr verəcək. Bəzi ox atanlar çoxdan arzuladıkları məqsədə çatacaq. Yeni işgüzar əlaqələr qurmaq və mövcud münasibətləri gücləndirmək üçün yaxşı gündür. Birgə iş çox məhsuldar olacaq. Səhərdən başlayaraq mühüm və məsuliyyətli işlərin öhdəsindən mükəmməl gələcəksiniz. Həvəs və coşğu yaranan hər hansı maneələri dəf etməyə kömək edəcək. Siz təkcə cari problemləri həll etməyəcək, həm də gələcək üçün yaxşı zəmin yaradacaqsınız. Günün ortasında bir çox ox atanlar vəziyyətə uyğunlaşmaq bacarığından faydalanacaq. Şərtlər bəzi planları ləğv etməyə məcbur edəcək, lakin bu sizi kədərləndirməyəcək. Nəticədə hər şey gözlədiyinizdən də yaxşı nəticələnəcək, əsas odur ki, uğurlu anları qaçırmayasınız və boş yerə narahatçılığa vaxt sərf etməyəsiniz. Gün bir qədər çətin başlaya bilər, lakin səbirli olsanız, hər şey yoluna düşəcək. Səhər saatlarında həssaslıq artacaq, tənqidə qarşı dözümsüzlük və əsəbilik müşahidə oluna bilər. Bu səbəbdən də əhvalınızı ətrafdakılara bildirməməyə çalışın, münasibətləri korlamaq asan, bərpa etmək isə çətindir. Günün ortalarında geniş miqyaslı bir işə başlamaq istəyəcəksiniz. Bu səbəbdən uzun müddətdir başlamadığınız layihələrə indi start vermək vaxtıdır. Yetərincə səy göstərsəniz, bu işlər gələcək üçün yaxşı zəmin yaradacaq. Bütün rəqibləri geridə qoymaq və hər mübahisədə qalib gəlmək istəyəcəksiniz. Bu istək təqdirə layiqdir, amma hər zaman uyğun olmaya bilər. Unutmayın ki, başqalarının hiss və maraqlarını da nəzərə almaq vacibdir. Bir çox ox atanlar bugün çox çevik düşünəcək, intuisiya da onları yarı yolda qoymayacaq. Bu isə sərfəli razılaşmalar, gəlirli müqavilələr və mühüm sənədlərin imzalanması üçün imkan yaradacaq. Rəhbərliklə asanlıqla dil tapacaqsınız, bəziləriniz isə nüfuzlu himayədarlar qazanacaqsınız. Oğlaq. Səhər çətin ola bilər, xüsusən adətən olduğundan tez oyananlar üçün. Bu vaxt emosional olaraq həssas olacaqsınız, düşünülməmiş hərəkətlərə və tələsik qərarlara meyilli olacaqsınız. Ən problemli sahə isə maliyyə olacaq. Xoş bir xırda şey almaq və ya əyləncəyə pul xərcləmək istəyi çox böyük olacaq. Təəssüf ki, bütün bunlar əhvalınızı yalnız qısa müddətə yaxşılaşdıracaq, sonra isə özünüzü israfçılığa görə qınayacaqsınız. Amma kədərli şeylər barədə kifayət qədər danışdıq. Mənfi meyllərin təsiri uzun sürməyəcək və günorta saatlarından sonra kifayət qədər əlverişli vaxt başlayacaq. Bu vaxt ailə işləri üçün ən uyğundur. Uzaq qohumları ziyarət edə, uşaqlar və valideynlərlə bir yerə səyahət edə bilərsiniz, hamı bundan məmnun qalacaq. Gərgin, amma səmərəli gün olacaq. Hər şeyin öhdəsindən gəlmək üçün səy göstərməlisiniz. Bəzən başqalarından yardım istəmək lazım olacaq. Narahat olmayın, sizə məmnuniyyətlə kömək edəcəklər. Çox açıq və dürüst olacaqsınız, bu isə hər kəsin xoşuna gəlməsə də aydınlıq yaradacaq. Faydalı insanlar tanıyacaqsınız, bəziləri dostunuza çevriləcək. Hətta iş yoldaşlarınızdan biri ilə romantik münasibət başlaya bilər və bu işə mənfi təsir etməyəcək.
Yaxın qohumlarla köhnə ziddiyyətləri həll etmək, kəskin məqamları yumşaltmaq və yeni ümumi maraqlar tapmaq şansı yaranacaq. Lakin incikliyiniz arta bilər, buna görə də ən zərərsiz tənqidlərə belə həddindən artıq kəskin reaksiya verə bilərsiniz. Buna görə də hər şey sizin əhvalınızdan və davranışınızdan asılı olacaq. Günün ortası şübhəsiz ki, asan olmayacaq. Bu zaman oğlaqlar ətrafdakılardan xüsusilə tələbkar ola bilər və onların ümumi işlərə verdiyi töhfəni aşağı qiymətləndirə bilər. Öncədən nəticə çıxarmaq və emosiyaları açıq şəkildə ifadə etmək olmaz. Əgər pozitiv əhvala köklənməyə çalışsanız, baş verənlərdə çoxlu yaxşı şeylər görəcəksiniz. Ən çətin tapşırıqlardan qorxmayın, bugün onların öhdəsindən asanlıqla gələ bilərsiniz. Tək qalmayacaqsınız, ətrafınızdakı insanlar sizə həm mənəvi, həm də real dəstək verəcəklər. Bir çox oğlaqlar özlərinə inamlı olacaq və xırda uğursuzluqlar belə onları ruhdan salmayacaq. Şəxsi həyatda müsbət dəyişikliklər mümkündür. Əgər münasibətlərdə gərginlik vardısa, indi onları aradan qaldırmaq asan olacaq. Daxili düşüncələrinizi bölüşməkdən qorxmayın, bu münasibətləri daha isti və səmimi edəcək. Gün parlaq və hadisələrlə dolu olacaq, amma bir qədər ziddiyyətli keçəcək. Səhər saatlarında ətrafınızdakıların dəstəyinə arxalana bilərsiniz. Uğurlu an uzun müddətdir başlamağa cəsarət etmədiyiniz işlərə başlamaq üçündür. Hər şey düşündüyünüzdən daha asan və sürətlə alınacaq. Müqavilələrin bağlanması, biznesin inkişafı və karyera uğurları üçün əla zamandır. Əksər oğlaqlar başqalarının gözündə nadir hallarda olduğu qədər cazibədar görünəcəklər və bu fürsətdən istifadə etmək olar. İnsanlar asanlıqla güzəştə gedəcək, kömək təklif edəcək və ya endirim edəcəklər. Yeni tanışlıqlar mümkündür, bunlar sadəcə flört deyil, daha ciddi münasibətlərə çevrilə bilər, hər şey sizin addımlarınızdan asılı olacaq. Dolça. Hər şeyi tək başına etmək lazım deyil və hər şeyi etmək mümkün də deyil. Bu fikir nə qədər tez başınıza gəlsə, gününüz o qədər xoş və maraqlı keçəcək. Ən inadkar dolçalar dağları tərpətməyə çalışacaq və axşama yaxın özlərini buna nail olduqlarına az qala inandıracaqlar. Amma bu, çox enerji sərf etməklə yanaşı, sonra yaxşı istirahət etməyə də imkan verməyəcək. Buna görə bu yola getmədiyinizə əmin olun. Axşam kiçik bir ev bayramı təşkil edə bilərsiniz. Bu, çox yaxşı keçəcək və həm sizə, həm də yaxınlarınıza yadda qalacaq. Səbəb yoxdur. Qarpız gününü qeyd edin və ya özünüz bir şey icad edin, bugün bunu çox yaxşı bacaracaqsınız. Günün əvvəlində hər şey istədiyiniz kimi görünməyə bilər, amma bu təsəvvür aldadıcı olacaq. Düzgün olduğunuz hallarda belə fikrinizi müdafiə etmək çətin olacaq. Ona görə də ən yaxşısı tanış işlərə yönəlməkdir. Onları tək başına da həll edə bilərsiniz. Zamanla günün müsbət təsiri güclənəcək. Yaradıcı fəaliyyət üçün uyğun gün olmasa da gündəlik və rutin işlərdə böyük nəticələr əldə edə bilərsiniz. Gecikmiş işləri başa çatdırmaq və keçmişdəki səhvləri düzəltmək üçün yaxşı fürsətdir. İntuisiyanızın səsinə qulaq asmağın vaxtıdır. Onlar ətrafdakıların, hətta ən yaxşı niyyətlə verilən məsləhətlərindən qat-qat faydalı olacaq. Bir çox dolçalar yeni mövzulara maraq kəşf edəcək və qısa müddətdə gəlirlərini xeyli artırmağa imkan verəcək şeylər öyrənəcək. Çoxdan gözlədiyiniz xoş xəbərlərin gəlməsi də istisna deyil. Etibar etdiyiniz insanlarla ciddi söhbətlər və gələcək planların müzakirəsi üçün əla gündür. Sizinlə faydalı məlumatlar paylaşılacaq ki, bu da rəqiblər üzərində üstünlük qazanmağa və işdə nəzərə çarpan uğurlar əldə etməyə kömək edəcək. Səhər bir qədər gərgin keçəcək. Ev işləri ilə məşğul olmalı olacaqsınız, üstəlik gecikdirdiyiniz və təxirə saldığınız məsələlər qəfildən aktuallaşacaq. Bu sizi qıcıqlandıra bilər, amma əsəbləşməyin, bu vəziyyəti yaxşılaşdırmayacaq, əvəzində əhvalınızı korlayacaq. Əgər vaxtınızı boş narahatlıqlara xərcləməsəniz, gözlədiyinizdən daha tez hər şeyi yoluna qoya bilərsiniz. Maliyyə məsələlərində səbir və ehtiyatlılıq sizə fayda verəcək. Pul xərcləməzdən əvvəl düşünün, bəlkə təmir etməklə yenisini almağa ehtiyac qalmaz. Fürsəti dəyərləndirin. Günün birinci yarısı nadir hallarda olduğu qədər uğurlu olacaq, amma bu uzun çəkməyəcək. Odur ki, şübhə və tərəddüdlərlə vaxt itirməyin. Cəsarətli planlarınızı reallaşdırmaq imkanı yaranacaq və bu yolda tək olmayacaqsınız.
Sınaqdan çıxmış müttəfiqlər həm kömək təklif edəcək, həm də faydalı məsləhətlər verəcəklər. Bəzi dolçalar özlərini gözlənilməz tərəfdən göstərəcəklər və bu, rəhbərliyin diqqətindən yayınmayacaq. Maraqlı təkliflər almağınız mümkündür, lakin onları dərhal qəbul etməyin. Əvvəlcədən yaxşı düşünün və vacib detalları aydınlaşdırın. Balıqlar. Günü sizi həqiqətən maraqlandıran və ruhlandıran bir şeylə başlayın. Bu, qeyri-adi və xoş bir fəaliyyət ola bilər, yaxud daha sadə bir şey, məsələn, sevdiyiniz sadə bir yeməyin hazırlanması. Əsas odur ki, özünüzü dinləyəsiniz. Bir müddət israrlı məsləhətləri, yazılmamış qaydaları və hətta öz problemlərini sizin üzərinizə atmaq istəyən ətrafdakıların narazı üzlərini görməzdən gələ bilərsiniz. Günün ortasında yaxınlarla kiçik fikir ayrılıqları ola bilər. Amma siz buna çox ciddi yanaşmayacaqsınız və bu doğru olacaq. Çox keçmədən hər şey keçmişdə qalacaq, harmoniya və qarşılıqlı anlaşma yenidən bərpa olunacaq. Sakitliyinizi qoruyun. Günün ilk yarısı çətin keçə bilər. Ətrafınızdakilarla anlaşmaq çətin olacaq. Artan küsəyənlik və xırdalıqlara ilişmək meyli sizi yoracaq. Hətta adi işlər belə ağır görünə bilər, amma özünüzü məcbur etməlisiniz. Vacib işləri təxirə salmaq olmaz, əks halda nəticələri xoş olmayacaq. Ailə üzvləri işlərinizə qarışa bilər, bu həmişə yerində olmayacaq. Ancaq çox da müqavimət göstərməyin, əksinə bəzi ev işlərini onlara həvalə etməyə çalışın və özünüzü yüngülləşdirin. Heç nəyi sonraya təxirə salmayın. Səhər çoxlu uğurlu imkanlar gətirəcək, əsas odur ki, onlardan vaxtında istifadə edəsiniz. Balıq iş adamları gəlirlərini xeyli artırmaq üçün yollar tapacaq. Yeni tərəfdaşlarla əlaqələr qurmaq və ya kəsilmiş faydalı əlaqələri bərpa etmək şansı yaranacaq. Ev işlərinə xüsusi diqqət yetirmək və yaşlı qohumlara kömək etmək lazım gələ bilər. Bu, kifayət qədər vaxt alacaq, lakin sizin üçün yorucu olmayacaq. Əgər sizə faydalı məsləhət verilərsə, ona qulaq asın. Tamamilə ona əməl etməsəniz belə, ən azı problemlərinizə gözlənilməz bir bucaqdan baxa və uğurlu həll yolu tapa biləcəksiniz. Səhər saatlarında sürprizlər ola bilər, bəziləri o qədər də xoş olmayacaq. Unudulmuş öhdəliklər və vədlər sizi planlarınızı yenidən qurmağa vadar edəcək. Bu sizi bir qədər yorsa da öhdəsindən yaxşı gələcəksiniz. Yardım elə insanlardan gələcək ki, onlardan bunu gözləmirdiniz. Artıq nikbinlik sizi yanıltmasın, öz gücünüzü və imkanlarınızı düzgün qiymətləndirin. Aşkar riskli layihələrə qoşulmaqdan uzaq durun, bu uğur gətirməyəcək. Əgər verdiyiniz vədlərə əməl edə bilməyəcəyinizdən əminsinizsə, ümumiyyətlə vəd verməyin. Məsuliyyəti öz üzərinizə götürməkdən çəkinməyəcəksiniz və bu nüfuzunuza çox yaxşı təsir edəcək. Bir çox balıqlar başqalarının cəsarət etmədiyi işlərin öhdəsindən gələcəklər.